Sualda gəlir ki, balaca bir uşaq məktəbdə keçdiyi dərsdən sonra dinlər barəsində divarlara xətt çəkməyə başlayır və ola bilər ki, bu onun xoşuna gəlib. Bu suala gəldikdə ilk öncə Allah Azza və Cəllədən istəyirəm ki, bütün müsəlmanları, böyükləri və kiçikləri, qadınları və kişiləri, qocaları və cavanları, uşaqları və hər birini və bütün balaları Allahın dini, şəriəti üzərində qorusun, hifz etsin və dinlərində sabit etsin. İlk öncə bunu demək istəyirəm ki, əlhəmdülillah ailə ibadət əhli olan, namaz qılan bir ailədirsə, əlhəmdülillah çalışsınlar, evdə hədis kitabları oxusunlar, elm tələbələrinin dərslərini qoşsunlar, sonra Qurani-Kərimi oxusunlar. Ola bilər ki, uşaq da kitablarda verilən və yaxud da göstərilən xaç şəkli və işarəsi uşaq olaraq xoşuna gəlib, onun üçün gözəl göstərilib. Çünki xaçın çəkildiyi formalar və yaxud da şəkillər bəzədilmiş bir şəkildə kitablara salındığı üçün gözə xoş gələ bilər və bu da uşaqda ona hər hansısa bir marağı oyada bilər. Bunun həllinə gəldikdə isə insan ailəsi ilə, uşaqları ilə oturub Allah Azza və Cəllənin dini barəsində söhbət etməlidir. İslam dinindən başqa olan hər hansısa bir din olursa olsun, adının nə olmasından fərq etmədən hər birinin batil olduğunu başa salmalıdır. Sonra bizim uşaqları nə ilə və necə tərbiyə edək adlı dərslərimiz var. İnşallah əgər yazsalar YouTube'da çıxacaq bir neçə silsilə dərsdir. Uşaqları nə ilə tərbiyə edək. Orada geniş və uzun bir şəkildə bacı və qardaşlarımıza nəsihət edərək, gözəl bir şəkildə alimlərin, sünnə üzərində olan imamların bizə öyrətmiş olduqları ilə nəsihət etmişik. Sonra isə tövsiyələrdən biri də əgər böyük qardaşı varsa, qardaşı ilə, atası ilə, əmisi və yaxud da dayısı ilə həmin uşağı meçidlərə aparın, meçidlərə getsin, meçidləri görsün, həm fikirli olaraq, həmçinin içərisində olan əlhəmdülillah ibadəti və həmçinin digər şeyləri görsün və zehnində və ağlında xaçdan daha gözəl olan bir formalaşsın, bir şəkil, bir surət. Uşaq da əlhəmdülillah başa düşdüyü bir tərzdə də danışmaq lazımdır. Çoxlu əlhəmdülillah Quran qoşun, oxusun uşağın yanında və başa salın ki, bu bizim dinimizdir, digərləri batildir. Meçidlərə aparın, ibadət əhli olan uşaqlarla görüşdürün, bərabər oynasınlar. O uşaqdan biraz böyük uşaq da ola bilər ki, ona təsir edə bilsin və bu şeylərin yaxşı olmadığını başa salsınlar. Allah daha gözəl bilir. Rəbbim hər bir halda kömək olsun, yardım etsin və o uşaqdan ağlında olan bu xaç işarəsini gözəl görməsidirsə, əgər gözəl bir şəkildə ondan uzaqlaşdırsın. Allah daha gözəl bilir.